Hamınız bu məsələni bilirsiniz və dəfələrlə də eşitmisiniz. Yusuf Aleyhisselamın bir dəfə, bir an o təvəkkülü yadından çıxartmandan Allahın görsən azığına gəldi. Hansı ki, bütpərəst idi. Ona deyir ki, bəs şaha denən ki, burada bir məzlum var. O məzlumu unutmasan. Bu bir növ ümid üzülən nöqtə deməkdir. Yəni, Həzrət Cəbrail Aleyhisselam nazil olur. Yusuf, sən bu qoruyan kim olub, filan eləyən kim olub, quyudan çıxardan kim olub, filan nə qədər. Və nə oldu indi Allahı unuttun? Və görsən, bir an görsən, o özünü həbsxanada aciz bildi. Neçə ildir yatır, haqsız, o biraz üstün gəldi ona ki, və filan kəsə denən, mən burada yəni haqsız yerə yatmışam. Və bu, bir növ Allaha acıq gəldi. Odur ki, mömin hamının başına gələ bilər hadisələr, çətinliklər, nə bilim, xəstəlik, bəlalar, hər bir şey. Hər anda insan Allaha təvəkkül eləməlidir və ümidvar olmalıdır.